Həftəlik bürclər 23 iyundan 30 iyuna doğru torpaq ünsürləri, oğlaq, boğa, qız bürclərini bu həftə nələr gözləyir? Oğlaqlardan başlayanda bu həftə məqsəd yönlü olacaqsınız. Beyninizdə hansı istiqamətdə getmək lazımdır? Necə hərəkət etmək lazımdır? İnsanlara qarşı necə hərəkət etməlisiniz? Beyninizdə bu həftə planlarınıza doğru, ağlınıza istifadə edərək hərəkət edəcəksiniz. Bu həftə sosiallıq içərisində qəribə bir insan, qəribə bir şans əldə edə bilərsiniz ki, o sizin həyatınıza baxış açısını dəyişə bilər. Həftənin ortalarına doğru bir balaca çətinliklər çox olacaq. Həftənin ortalarına doğru sanki insanların gözləri, təzyiqləri, danışıqları sizi bezdirə bilər və yaxud da belə deyim də çəkilə bilərsiniz bir küncə özünüzü aktivləşdirməklə, özünüzü belə deyim də güclü aparmaqla bağlı kölgədə ola bilərsiniz. Bu həftə arzu xəyallarınızın tam planı qurulmalıdır. Nə istəyirsiniz? Maddisal olaraq, şəxsi həyat olaraq, ailə olaraq, özünüz olaraq nə plan qurmaq istəyirsə, bu həftə onları yüksək səviyyədə aktivləşdirə bilərsiniz. Çünki evren bunun üçün sizə plan və arzularınızın həyata keçməsi üçün böyük bir qapı açır. Bir balaca axşam olan aktivitələrinizi oğlaqlar bu həftə biraz geriyə çəkin. Çünki problem yarana bilər. Həmin aktivitələrinizlə əlaqədar olaraq negativ bir enerji aktivləşə bilər. Bununla başqa daha çox maddisal cəhətdən oğlaq qadınlar daha uğurlu olacaqsınız, nəinki oğlaq kişiləri. Amma buna baxmayaraq həftə negativ deyil. Sadəcə həftənin balansını düzgün şəkildə saxlaya bilməyəcəksiniz. Ümumi dəyərləndirsək oğlaqlar sənət-sünətlə də əlaqədar bəzi yarımçıqlıqlarınız qalacaq və ümumi dəyərləndirsək bu həftə sizin üçün hardasa 71%-ə qədər həftəniz uğurlu ola bilər. Buğalara gələndə isə buğalar həftəniz zəif başlayıb həftənin sonlarına doğru güclənmiş, həftənin sonlarına doğru çox aktiv formada davam edəcək. Çünki bu həftənin əvvəllərində o qədər hər şey bivec olacaqsa ki, istəmirəm, maraqlı da eləyəcək, çəkmək istəmirəm. Amma evren elə bir hərəkət eləyəcək ki, sizi oyadacaq, sizi sirkələyəcək ki, yox, aktivləş, özünü gücləndir, yeni bir alana doğru güclənməlisən. Bəzi nüanslarda həftənin ortalarında dağıdacaqsınız, parçalayacaqsınız. Sonra özünüzü yenidən güclənmiş bir şəkildə, sıfırlanmış şəkildə iş, pul, maddiyyat baxımından tam aktiv formada olacaqsınız. Sənədlə əlaqədar, evinizlə əlaqədar olaraq, təhsillə əlaqədar nələr varsa, həftə boyu, bu həftə çox uğurlu keçirdəcəksiniz. Bu həftə çox aktiv formada olacaqsınız. Sanki bir toxunuşdan oyanacaqsınız. Özünüzü yeni bir alanda aktivləşdirməyə bacaracaqsınız buğalar. Sizə uğurlu bir həftədir. Sadəcə mənim xoşuma gəlməyən bədəninizdə qəribə bir, elə bir ki, nə bilim, allergik fondur, yanmalardır, nəsə qəribə bir narahatçılıq ola bilər bədəninizdə. Dəri üzərindən narahatçılıqlardan söhbət gedir. Bunun qabağını alsaz ümumi 78-79%-ə qədər həftəniz uğurlu ola bilər. Qız bürcülərinə gələndə isə qız bürcülər bu həftə donmuş qalmısınız. Yəni gözlərim hərəkət edir, bədənim hərəkət eləmir, amma hər şeyi izləyirəm, amma hər şeyi görürəm kimi bu həftə rəftar eləyəcəksiniz. Bu həftə dövlətlə, sənədlə əlaqədar dövlət işində işləyən qız bürcüləri uğur əldə eləyəcəksiniz. Sanki belə deyim də, sizə nəsə bir problem olmalı idi. O problem qabaqçadan üstü açılıb və siz özünüzü uğurlu, pozitiv bir alana doğru çəkmisiniz. Düzdür, bir gün ağ olacaqsınız, bir gün qara olacaqsınız, bir gün sarı. Bu həftə dəyişkən olacaqsınız. Bu həftə hər şey belə deyim də zaman çərçivəsinə doğru şans olaraq, uğur olaraq özünüz idarə eləyəcəksiniz. Amma bu həftənin axırlarına doğru bir balaca aqressiya və səbiyyətiniz, hər şeyi dağıtmaq, hər şeyi sındırmaq kimi bir probleminiz olacaq. Həftənin sonlarına doğru gözləmədiniz bir insandan məktub, gözləmədiniz bir insandan mesaj, yenilənmə gələcək ki, bu sizin həyatınızda bəzi yüngül toxunuşlar elə bilər. Baş hissəvizdən, boğaz hissəvizdən başlayaraq zövq nahiyəsi ola bilər, nəfəs sisteminiz ola bilər, çənə, diş sisteminiz ola bilər, nəsə narahatçılıqlarınız ola bilər. Qız bürcüləri bunlara fikir verməz. Bu həftə alovla, şamla falan belə bir şeylərin çox ehtiyatlı olun. Çünki mal-mülk üzərindən ziyan verici bir enerji sizdə aktivləşə bilər. Ümumi həftəni dəyərləndirsək 81%-ə qədər həftəniz uğurludur.